haqqında fikirlərinizdən başlayaq. Final haqqında onu deyə bilərəm ki, çox oyuncu, amma həqiqətən oyunu yaxşı hazırlaşmışlar. Əzəl oyun. Məncə ilk hissəsi çox ikinci səviyyədə çox yaxşı oynadı. Təəssüflər olsun ki, istədiyiniz əhsən əldə etmədik. Sizcə ikinci qol vurmamanızda hansı səhvləriniz oldu? Yəni nə çatmadı ikinci qol üçün? Yəqin ki, sonda saxladım. Çünki ona qədər yaxın gəldi. Rəqib qapısını həqiqətən hücumdan xoşuyor. Ona görə deyə bilmirəm. Növbəti oyunda kim qazanacaq düşünürsünüz? Mən də təbii ki, Turniz əməliyyatınız baxımından xüsusi önəmlidir. Var. amma inşallah şimdi önümüzdə ümidi fasilədir. Üçüncü sıra edib sonra oyun nəticəsinə başlayacaq. Mən həmin oyunda mən tezliklə lazım ki, təmiz futboldan uzaq qalıb, ondan sonra daha ciddi hazırlaşmağı çətin gələcək. Komandanın antisadir olması, təhlükəsi, futbolçular üzərində təzyiq yaradır mı komanda üzərində? Elə bir təzyiq yaratmır. Yəni işin sonunda hər şey Allahın əlindədir. Sonuncu da olacaq. Olmaya da bilər. Bizim ancaq mübarizə aparacaq. Yəni sonuncu olmaq barəsində düşünmürük, heç bir təzyiq yox.